Gülşən xanım, baxın, sözünü demək, ümumiyyətlə, bax, insan var, tipajlar var ki, başına hətta oyun gətirsən, dinməz. Amma insanlar var ki, deyirlər və danışırlar. Cəmiyyət onları sevmir. Niyə? Əslində çox maraqlı müzakirə gedir. Məsələyə tam başqa bir mövqedən mən əslində yanaşmaq istəyirəm. Əli müəllim, əlbəttə ki, dediklərinizdə haqlısınız, mən sizi tam dəstəkləyirəm. İnsan haqlı olduğunu bilən zaman, analiz edib, məntiqə söykənən zaman rahat-rahat bildiklərini məncə danışmalıdır. Amma təəssüflər olsun ki, hər insan məntiqin analizin nəticəsi olaraq danışmır. Və məsələ burasındadır ki, Hacı bəyin sözündə həqiqət var. Biz uşaqlarımızı qorxaq böyüdürük. Bizi qorxaq böyüdüblər. Bizdən öncəki nəsillər bizə düzgün aşılamayıb. Hardadır bizim hüququmuz, harda haqlıyıq biz? Harda haqlı olduğumuz o qızıl xətti biz anlamırıq ki, nədir bizə aid olan bir hissə? Biz onu qətiyyən anlamırıq. Körpə uşağı tərbiyə edirik. Bir oyuncaq alırıq. Oyuncaq alırıq, gələn digər uşaqlarına onu paylaşmasına vadar edirik. Uşağa aşılamırıq bu sənin əşyandır. Sən onu paylaşmalısan. Nəyə görə? Yaxşı valideynik, yaxşı tərbiyə veririk. Öz bonusumuzu düşünmürük biz həmin anda. Yaxşı, biz paylaşmağa uşağı vadar etdiyimiz uşaq sabah böyüyüb, öz həyətini paylaşacaq, öz vətənini paylaşacaq. Axı biz bunu anlatmırıq ki, nə sənindir? Harada sənin hüquqların başlayır? Günah bizdədir, valideynlərdədir. Məncə, həm də təhsildə. Gen yaddaşımız var. Gen yaddaşımızda qorxular ən böyük faizi təşkil edir. Elçi müəllim, ən böyük faizi qorxular təşkil edir. Cəsarət arxa plandadır. Pərdənin arxasındadır cəsarətimiz. Amma həqiqətən biz bilmirik, harada danışılıb, harada susmaq lazım olduğunu bilmirik. Bir örtük altında gizlədiləndə, bir maska taxanda, bir pərdənin arxasında rahat-rahat istədiyimiz sözü ifadə edə bilirik. Sosial şəbəkələr bugün o qədər rahatçılıq yaratdı hamı üçün ki, istədilən insan, istənilən profil şəklindən istifadə edərək istədiyi sözü deyə bilir rahat-rahat. Amma məsələ bundadır ki, sözünün altından imza ata bilmir.